İstəyirəm Qılmana da sualla müraciət edeyim. Qılman, sizin babanız Həsən Xəyallı Qərbi Azərbaycandandır. Demək ki, Göyçə mahalının Daşkənd kəndindən. Atanız da Aqil İman. Ondan sonra siz özünüz Qılman İman. Və üçünüz də şair. Baba, ata və siz özünüz. Eyni zamanda əminiz də Sərraf Şuriyə. Ömür boyu, bütün həyatınız boyu şeirlə dil açmışsınız, Göyçə demişsiniz və bugün də bu davam edir. Babanız və atanız oradan adan olur. Amma siz Bərdə rayonunun yeni Daşkənd kəndindən adan olmuşsunuz. O da Daşkənd, bu da Daşkənd. Bunların nə əlaqəsi var? Qəşəm müəllim, bu deportasiya bizim kəndimizdən də, bizim ailəmizdən də yan ötməyib. 1953-cü ildə, 47-ci ildə dekabrın 23-də Stalinin belə bir qərarı var da, bu könüllü köçürülmə adı elə idi. Məslində bu könüllü deyildi, heç kim könüllü şəkildə öz qrup yaratdığı odunu, ocağını, evini, eşiyini tərk eləməzdi. Yəni 53-cü ildə bizim kəndində, kənddən də 120 ailə o zaman indiki Bərdənin Yeni Daşkənd kəndinə köçürlər, Göyçə mahalının Daşkənd kəndindən və elə kənd cəmaatının, ağsaqqalların məsləhəti ilə o kəndin adını qoyurlar Yeni Daşkənd kəndi. Və sonralar mənim atam da 1981-ci ildə İnşaat Mühəndisləri İnstitutunu bitirəndən sonra təyinatı verilir Yevlağa, Yevlaq şəhərinə və elə əmlərim də, Şuriyəmim də, bizim nəslin demək olar ki, böyük əksəriyyəti 53-cü ildə gəlib ora. Əmlərim orada olduğuna görə, orada yaşadığına görə elə atam münasib bilib orada qalıbsa da. Mən bir dəfə uşaq olsam da xatırlayıram. Hüseyin Arifin o Göyçəlilər dağılmayın, Göyçədən şeirini atam deyirdi ki, mən ora qayıtmaq istəyirdim. O şeir çıxandan sonra mən qayıtmadım. Qılman, Hüseyin Arif yazıb Göyçəlilər dağılmayın Göyçədən və siz bu Qərbi Azərbaycan haqqında, deyək ki, yurt yerlərimiz haqqında hansı əsərləri yazmışsınız? Sən tanıdığın insanlar kitablar yazıblar. Mən istəyirəm bu barədə danışaq. Qərbi Azərbaycanla bağlı, ümumiyyətcə Göyçə ilə bağlı demək olar ki, çox insanların xidməti var. Mən başda birinci növbədə adını çəkərdim İsrafil Məmmədovun. Özü boyda bir akademiya idi o kişi. Həm də Ermənistanda Sovet Ermənistan qəzetinin həm redaktor olmuşdu, həm Təhsil Nazirinin müavini olmuşdu. Ümumiyyətcə maarifçi bir ziyalı idi və bütün bunlarla həm Zərbəli Qurbanovun adını çəkmək olar, Hüseyin İsmailovun adını çəkmək olar. Onlar Qərbi Azərbaycana kitablar yazıblar. Bəli, bəli. Eldar İsmailin adını çəkmək olar, Musa Urudun adını çəkmək olar, Flora Xəlilzadənin, Teymur Əhmədovun, yəni saysız sayda burada imzaların adını çəkmək olar ki, bunların hər birinin adını unutduqlarım da var. Təbii ki, indi bağışlayarlar hər halda, çünki siyahı çox uzundur. Mən özüm həmişə ağsaqqallardan, böyüklərdən eşitdiklərimi o zaman qəzetdə işləyirdim, həmişə yazırdım. Misal üçün, bizim kəndimizdə Aşıq Nəcəb olub. Aşıq Ələsgərin çox sevimli şəhidlərindən biri olub. Ermənilər onun 5 oğlunu diri-diri gözünün qabağında torpağa bastırıblar və özünü də samavarı belinə bağlayıblar, özünü də hamının gözü qarşısında Qılman, bu faktdır. Bu fakt publisistik bir yazıda yazılıb, yoxsa yox. Çünki bunu insanlar bir-birinə danışırlar, deyirlər, amma yaddan çıxır. Mən bunu unudulan faciə, yandırılan aşıq adlı bir Ekspres qəzetində 2006-cı ildə bunun haqqında bir yazı yazmışam. Yəni, ümumən bu cür hadisələrlə bağlı, qaçqınçılıq, köşkünçülük, Qərbi Azərbaycanda həyat tərzi, ədəbi mühiti, mədəni mühiti, yəni bu haqda saysız sayıda yazılar oxumuşuq, yazılar yazmışıq. Məsəl üçün, bu yaxınlarda Araz Yaquboğlu Qərbi Azərbaycanla bağlı kökümüz, soyumuz, özümüz adlı bir iri həcmli 400 səhifəlik bir kitab yazıbdır. Yəni başımıza gətirilən faciələr, o 4 dəfə deportasiya, bizim kəndimizin məsəl üçün deportasiya olunması, bizim nəslin, mənsub olduğumuz nəslin deportasiyası yəni o kitabda əks olunubdur. Yəni bu sahədə kifayət qədər... Bu günlər oxudum, daha doğrusu dünən Şəmsi Qocanın da yeni bir kitabı nəşr olunub Qərbi Azərbaycanla bağlı. Sonra Hidayət Orucovun. Hidayət Orucov çox böyük xidmətləri var.
Xüsusən o da bilirsiniz də İrəvan Dram Teatrının orada rəhbəri olub, Sovet Ermənistan qəzetinin redaktoru olub. Yəni erməni həqiqətlərini çox dəqiqliklə bilən nadir insanlardan biridir.